Rəhman və rəhm olan Allahın adıyla. Məfahim dərsimiz 46-cı dərs şükür və şükr edənlər. Dərsimiz 10 ayədən ibarətdir. Yeni sözləri dəftərə qeyd eləyərsiniz. Və birinci ayəmiz Bəqərə surəsi 152-ci ayədir. Əuzu billah, bismillah. Fəzkuruni, yəni fə elə isə uzkuru, yəni xatırlayın, zikr edin. Oradakı ni'dəki yə hərfi məni bildirir. Yəni elə isə məni xatırlayın. Əzkurkum. Əzkurkum, yəni əzkur, yəni xatırlayım. Kum sizi. Yəni elə isə məni xatırlayın ki, sizi xatırlayım. Vəşkuru və şükr edin. Li, yəni mənim üçün, yaxud da mənə. Burada yə məni bildirir. Və, yəni bağlayıcıdır. Lə təkfurun, yəni inkar etməyin. Yəni burada lə təkfuruni nundakı kəsrə əslində ardıca mədli yə var idi. Orada onu qeyd eləməyiblər. Amma gördüyünüz kəsrə məni bildirir. Yəni mənə inkar etməyin. Ümumi tərcümə isə belədir. Elə isə məni xatırlayın ki, sizi xatırlayım. Və mənə şükr edin və məni inkar etməyin. İkinci ayəmiz Əl-İmran surəsi 145-ci ayədir. Ayəmiz əvvəldən deyil, ortadandır. Əuzu billah, bismillah. Və mən və kim yurid, yəni istəsə. Səvəbəd dünya, yəni dünya savabı. Nu'tihi, yəni nu'tihi sözündə nəhnu var, yəni biz verərik. Hi, yəni ona. Burada hi şəxs əvəzlidir, bitişik şəxs əvəzlik qayıdır. Mən sözünə, yəni o kəsə, ona. Ona verərik. Minhə, mindan da şəkilçisi, hə də o. Yəni ondan. Və mən və kim yurid istəsə səvəbəl əxirə, yəni axirət savabını, nu'tihi onu verərik, minhə ondan. Və sənəczi və bağlayıcı sənəczi, yəni sə burada sin hərfi tezliklə mənasındadır. Nəczi burada nun hərfi nəhnunu bildirir, bizi bildirir. Cəzə sözündəndir, cəzəyə, yəni mükafat, yaxud hədiyyə, cəza, yəni hər formada tərcümə olunur, yəni mükafat deyək. Və sənəczi şəkirin, yəni şəkirin sözü şükür edənlər deməkdir. Və tezliklə şükür edənləri mükafatlandıracaq mənasındadır. Ümumi tərcümə isə belədir ki, və kim axirət savabı istəsə, ona ondan verərik və üzr istəyirəm, kim dünya savabını istəsə, ona ondan verərik. Və kim axirət savabını istəsə, ona da ondan verərik və tezliklə şükür edənləri mükafatlandıracağıq. Üçüncü ayəmiz Nəhl surəsi 78-ci ayədir. Ayəni əvvəldən deyil. Əuzu billah, bismillah. Və cəalə və verdi, təyin etdi də deyə bilərik. Ləkum sizin üçün əs-səm'a qulaq, vəl-əbsar yəni gözlər, vəl-əfidə ürəklər, ləalləkum bəlkəm siz təşkurun, yəni şükür edəsiniz. Yadınızdasa belə bir ayə var idi. Bu təkrar sizin üçün oldu. Yadımda deyil hansı dərsimizdə idi, amma bu ayə var idi. Sizə qulaq, göz və ürək verdi ki, təyin etdi ki, bəlkə siz şükür edəsiniz. Hətta da demişdim ki, səmə, yəni burada iki qulaq da gedə bilər, qulaqlar da deyə bilərik, qulaq da deyə bilərik, əbsar, yəni gözlər, ürəklər, sadəcə tərcümədə bir dəfə desək daha düz olur Azərbaycanca. Yəni sizə qulaqlar, gözlər və ürəklər verdi ki, təyin etdi ki, bəlkə siz şükür edəsiniz. Belə də deyə bilərsiniz, tək formada deyə bilərsiniz. Dördüncü ayəmiz Nəhl surəsi 114-cü ayədir. Əuzu billah, bismillah.
Fəkulu, yəni fə elə isə kulu, yəni yeyin. Mimmə, orada sözü əslində min mə deməkdir. Yəni min damdan, mə o şey, yəni o şeydən ki, razaqakumullahu, yəni Allah sizə ruzi verdi. Hələlən, yəni həlalından, tayyibən, yəni pak olanı, vəşkuru və şükr edin. Nimətəllah, yəni Allahın nemətlərinə, yaxud Allahın nemətinə. İn, əgər kuntum idiniz, oldunuz, iyyəhu, yalnız ona, tə'budun, yəni ibadət edirsiniz. Yəni əgər ona ibadət, yalnız ona ibadət edirsinizsə. Ümumi tərcümə belədir ki, elə isə Allahın sizə verdiyi halal pak ruzilərdən yeyin. Və əgər ancaq ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin. 5-ci ayəmiz Nəml surəsi 40-cı ayədir. Ayəmiz əvvəldən deyil, lakin sonacandır. Əuzu billah, bismillah, qalə. Qalə dedi. Həzə bu min dandan fədli, yəni fəzilət, üstünlük, lütuf. Rabbi, yəni mənim Rəbbimdən. Ya burada məni bildirir. Liyəbluvəni, yəni li üçün, yəbluvəni, orada sonda yə də var. Yəni yəblu sözü imtihana çəkmək deməkdir. Yəni məni imtihana çəkməyi üçündür. Əşkuru. Yəni burada yəbluvəni sözünü əgər unudursunuzsa bəla kimidir. Yəni görə bilərsiniz bəla. Yəni mən o formada yadda saxlamışam özüm üçün. Yəni məni imtihana çəkməyi, yəni bəla verir, amma imtihan kimi görülək. Məni imtihana çəkməyi üçündür. Liyəbluvəni. Demək, əşkuru. Burada sual ədatıdır. Yəni şükür edəcəmmi? Əşkuru. Yəni burada əşkurun əsi ənə, yəni məni bildirir. Yəni əşkuru, şükür edəcəmmi? Əm və yaxud yoxsa əkfur, yəni küfr edəcəm ya da nankör olacam. Və mən və kim şəkərə, yəni şükr etsə, fə innəmə, fə elə isə innəmə, yalnız yaşkuru yəni şükr edər, li nəfsi, yəni özü üçün, öz nəfsi üçün. Və mən və kim kəfərə, nankör olsa, küfr etsə, fə innə elə isə həqiqətən Rabbi, mənim Rəbbim, qaniyun, yəni ehtiyacsızdır, kərim, yəni kərim sahibidir. Ehtiyacsız sözünü möhtac deyildir deyə bilərik. Ümumi tərcümə isə belədir. Dedi, bu Rəbbimin lütfündəndir ya da fəzlindəndir. Məni imtihana çəkməyi üçündür. Ki, şükür edəcəmmi, yoxsa nankör olacam? Kim şükür etsə, elə isə yalnız özü üçün şükür edər. Kim nankör olsa, elə isə həqiqətən Rəbbim ehtiyaclı deyil, möhtac deyildir, kərim sahibidir. 6-cı ayəmiz Qəsəs surəsi 73-cü ayədir. Əuzu billah, bismillah. Və min dandan şəkilçisidir. Rahmətihi, yəni onun rəhmətindən ya da öz rəhmətindən deyə bilərik. Burada bu ayənin qarşısına Allah da deyə bilərik ki, rahat olsun. Allah öz rəhmətindən və min rahmətihi, Allah öz rəhmətindən cəalə, təyin etdi, verdi. Ləkumu, sizin üçün əlləyli, gecəni və nəhər, gündüzü, litəskunu, yəni təskunu, baxın, təskinlik, belə kimi yadda saxlaya bilərsiniz. Litəskunu, yəni dincələsiniz deyə, təskinlik tapasınız deyə, ya da dincəlməyiniz üçün, li burada üçün mənasındadır. Fihi, yəni orada, və litəbtəğu, və litəbtəğu sözü vəli və bağlacıdır, li üçün, təbtəğu, yəni tələb edəsiniz, çalışasınız, istəyəsiniz, ruzu axtarasınız da deyə bilərik. Min fədlihi,
min dandan fədlihi, yəni onun fəzlindən, onun lütfündən. Və ləalləkum və bəlkəm siz təşkurun şükr edəsiniz. Ümumi tərcümə isə belədir ki, Allah öz rəhmətindən sizin üçün gecəni və gündüzü yaratdı ki, yəni burada cəalə yaratdı kimi də deyə bilərik. Gecəni və gündüzü təyin etdi ki, orada dincələsiniz, təskini tapasınız və onun lütfündən istəyəsiniz ya da ruzi axtarasınız. Bəlkə siz şükr etəsiniz. 7-ci ayəmiz Ənkəbut surəsi 17-ci ayədir. Ayə əvvəldən deyil. Əuzu billah. Bismillah. Fəbtəğu fəilə isə ibtəğu, yəni yenə də eyni sözdür. Demək, çalışın, tələb edin, istəyin ya da ruzi axtarın da deyə bilərik. İndəllah, yəni Allah qatında, Allah yanında, rizqa, ruzi, və abuduhu, yəni ona ibadət edin və ona ibadət edin. Hu burada qayıdır Allaha. Vəşkuru, yəni şükür edin. Ləhu, ona. İləyhi turcaun, yəni ona tərəf qaytarılacaqsınız. Ümumi tərcümə isə belədir. Elə isə ruzini, demək, elə isə ruzini Allah qatından tələb edin, istəyin. Ona ibadət edin və ona şükür edin. Siz ona tərəf qaytarılacaqsınız. Belə də deyə bilərik, siz onun huzuruna qaytarılacaqsınız da deyə bilərik. 8-ci ayəmiz Loğman surəsi 12-ci ayədir. Əuzu billah, bismillah və ləqad və şübhəsiz ətəynə, yəni verdik, əta etdik. Luqmanə, yəni Loğman əleyhissalama, əl-hikmətə, yəni hikməti, ən ki, ənişkuru lillah, yəni Allaha şükür et. Yəni Allaha şükür etmək üçün. Yəni belə deyək, və şübhəsiz Loğman əleyhissalama hikmət verdik ki, Allaha şükür et. Və mən və kim yaşkur şükür etsə, fə innəmə, elə isə yalnız yaşkuru, yəni şükür edir li nəfsihi, öz nəfsi üçün. Yəni özü üçün şükür edər. Və mən kəfərə, yəni kim ki küfr etsə, nankör olsa, fə innəlləhə ğaniyyun hamid. Yəni kim küfr etsə, elə isə həqiqətən Allah möhtac deyil, yəni ehtiyacsızdır. Yəni bizim şükrümüzə ehtiyacı yoxdur o mənada, yəni möhtac deyil. Şükrə, sitayişə layiq olandır. Belə. Ümumi tərcümə isə və şübhəsiz Loğman əleyhissalama hikmət verdik ki, Allaha şükür et. Kim şükür etsə, elə isə yalnız özü üçün şükür edər. Kim nankör olsa, küfr etsə, elə isə həqiqətən Allah heç nəyə möhtac deyildir. Deməli, heç nəyə möhtac deyildir, şükrə layiqdir. Belə də demək olar. Və sonuncu 9 və 10-cu ayələrimiz Əuzu billah, bismillah, Səbə surəsi 13-cü ayə. Ayəmiz ortadandır, sonuna deyil. Sona qədər də əvvəldən deyil. Demək, burada i'məlu, yəni edin, əməl edin. Ələ, demək, burada əməl edin. Ələ, yəni ailəsinə, ailəsi Davud, şükran, yəni şükür. Burada belə deyək, ey Davud ailəsi, ey Davudun ailəsi, ey Davud ailəsi, şükür edin. Yəni burada Allah sözü yazmasa da, yəni Allah'a gedir. Burada i'məlu, yəni əməl olaraq şükür edin mənasına gedir. Yəni ey Davud ailəsi, şükür edin Allah'a. Və qalilu, və azdır. Min dandan şəkilsi ibədi, yəni burada ibədi, burada məni bildirir. Yəni mənim bəndələrimdən azdır. Əşşəkur, yəni şükr edən. Bəndələrimdən şükr edənlər azdır.
Tərcümə belə gedir. Ümumi tərcümə isə ey Davud ailəsi şükür edin Allaha, bəndələrimdən şükür edənlər azdır. Və 10-cu ayəmiz, sonuncu ayə Ğafir surəsi 61-ci ayədir. Əuzu billah, bismillah. Demək, Allahu, yəni Allah, əlləzi o kəsdir ki, cəalə təyin etdi ləkumul leylə sizin üçün gecəni litəskunu təkrardır yuxarıda gördüyünüz kimi, yəni gecəni dincəlməyiniz üçün fihi orada və nəhərə yəni gündüzü mubsira yəni işıqlandıran, mubsira sözü işıqlandıran, aydınlıq gətirən, yəni işıqlı olaraq siz yəni işıqlandırsın deyə günəşi verdi, belə deyək. İnnallaha həqiqətən Allah ləzu yəni sahibidir, fədli yəni fəzilət sahibidir, alənnəsi yəni insanlara qarşı və ləkinnə və lakin əksərən nəsi yəni insanların əksəriyyəti, insanların çoxu lə yəşkurun yəni şükür etmirlər, şükür etməz. Ümumi tərcümə isə belədir ki, dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı olaraq sizin üçün yaradan Allahdır. Sizin üçün təyin edən də deyə bilərik. O kəs Allah təyin edən, dincəlməyiniz üçün, əgər dəqiq tərcümə etsək, dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı olaraq sizin üçün təyin edən kəs Allahdır. Həqiqətən Allah insanlara qarşı lütf sahibidir ya da lütfkardır. Lakin insanların çoxu şükür etməz. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.